Helim salatı eləyirik. Helim salatının tərkibini bilirsiniz, sizinlə paylaşdıq və əsas odur ki, hər bir şeyi tələbələr özü eləyir. Baxın, kitablarımıza qədər Milli Mətbəxdən. Yəni, bir günün tələbəsi var burada, bir həftənin var, 2 ayın var, 7 ayın var. Yəni, belə deyə, mərhələli şəkildə hamısını özləri eləyir. İşimizin əsası budur. Əsas məsələ də salatlarımızın özəli olan sousdur. Biz də sousları, deməli, öyrənirik, burada tələbələrlə bir yerdə eləyirik və sizə göstərəcəyik inşallah. Və bir şey xatırladım, bu nə salata bişmək üçün getməz. Yəni, təbii ki, tələbələr səhv elədikcə düzü tapır, düzü öyrənir. Və bir şeyi nəzərə çatdırım, fürsətdən istifadə edib. 22 ildir bu sənətdəyəm, dünya mətbəxi üzrə işləyirəm. Kimin nə sualı olsa direktə yaza bilər şəxsən. Yəni, hansısa bir məhsul, nə bilim, salatdan tutmuş, main course yeməklərdən tutmuş, fast fooddan tutmuş, antipastalar, şirniyyat fərq eləmir. Yaxşı rəy yazanlar var, Allah hamısını canı sağ eləsin. Pis rəy yazanlar da var, bizim müəllimlərə də, mən də onun içində təbii ki. Onlar da bizə maraqlıdır. Çünki insanların fikri bizə maraqlıdır. Amma əsaslı şəkildə. Əsaslı şəkildə sual ver, əsaslı cavabı götür. Cavabı, yəni al gələn, belə deyək. Belə, indi sousumuzu düzəldirik. Vençik verin, zəhmət olmasın, qarışdırmaq üçün. Zeytun, salatlarda zeytun yağı, bilirsiniz də, 2 cür zeytun yağı istifadə olunur ən əsas. Biri ekstra virgindir, biri də bayaq dediyim kimi zeytun yağı, onların qapaqları da fərqlidir. Göy və qara rəngdə olur. Balzamiko tərkibli olan salat üçündür, ekstra virgin. Amma sadə olan qızartmalıq üçündür. Bu su nədir? Siz bilirsiniz. Düzdür. Karamel rəngində olan sousumuz. Sousumuz, necə deyərlər, şirin turş souz olacaq. Şirin turş souz. Deməli, sousu qatırıq salata və üzərinin helim pendirini xüsusi marinatlamışıq, yəni pendir əriməsin deyə. Qızardacaq, karamel şəklində üzərinə yığacaq, vurandan sonra küncü əlavə edəcəyik. Bu qədər.